Gəlin biraz da böyümə hormonu stimulyasiya testi haqqında məlumat verim. Böyümə hormonu stimulyasiya testi uşaqlarda böyümə hormonu əksikliyini ortaya çıxartmaq üçün lazım olan bir analizdir. Bu zaman biz əgər xəstədə böyümə hormonu əksikliyi düşündüyümüz xəstədə qanda böyümə hormonu səviyyəsinə bir dəfə baxarıqsa, həm sağlam, həm də xəstə uşaqlarda onun səviyyəsinin normal olduğunu görürük. Amma stimulyasiya testi zamanı həqiqətən əksiklik varmı, yoxmu, bunu ortaya çıxarmış oluruq. Xəstəni stasionar şəraitdə klinikaya dəvət edirik. Ya ağız yolu ilə, ya da inyeksiya şəklində stimulyasiya eləyən dərman preparatlarından istifadə edirik və ondan sonra hər yarım saatdan bir demək xəstənin qanında böyümə hormonuna baxırıq. Bu zaman verdiyimiz dərmanın növündən asılı olaraq uşaqlarda əlavə təsirlər ola bilər. Məsələn, ürək bulanma ola bilər, sonra halsızlıq ola bilər, yuxuluq ola bilər. Ondan sonra aldığımız nəticələrdə dedik ki, hər yarım saatdan bir venoz qanda qross hormona baxırıq və aldığımız nəticələrdə səviyyəsi ən böyüyü 7 nanoqram millilitrin altındadırsa, bu zaman böyümə hormonu əksikliyini təsdiq eləyib uşağa böyümə hormonu ilə müalicə başlayırıq.